Qardaş bax 2025-də Lexus LX 700H hibrid. Twin turbo 3.4 motor hibriddir. Zədəsi bax 2 qapıdadır. Qabaq qapı dəyişəcək, arxa qapını düzəldəcək. Güzgün qapaq alınmalıdır. Öz rəngində 2 dənə qapı da alıb qoya bilərik. Beskraska. 5000 mil cəmi yürüyüşü var maşının. Cəmi 5000 mildir. Head-up var. 360 var. Belə bir dənə luxury salondur. 2 dənə damın ayraba qatıb. 2 dənə dam ayraba qatıb. Onun təzəsini, orijinalını alıb buradan qoyacağıq. Oturacağın isidilməsi, havalandırması, hər bir şeyi var. Tam full komplektasiyadır. Arxa monitorlar, arxa pərdə. 255 min dirhəmlə çıxır aksiyona, 70 min dollarla. Səmə də arxası. 2017-ci ilin Mercedes C300 çıxır aukşona. 87 min yürüyüşü var maşının, 28 min dirhəm start qiymətdən. Deməli, əziz dostlar, qabaq buferin də xırda zədəsi var aşağı hissəsində, bax gördüyünüz kimi. Buferin qara plasması lazım olacaq. Qabağında maşının digər bir zədəsi yoxdur. Qaçdı fara ilə maşın. Sağı maşının zədəsiz. Arxası maşının zədəsiz. Solundan maşının zədəsi yoxdur. Böyük sunrooflandı maşın. Kör nöqtənin sensoru var. Sideyin elektron olması yaddaş paketdə. Sideyi qızdırıcı gördüyünüz kimi qara koca salon, qara tavan, bir dənə buranı addenli dəyişmək lazım olacaq. Maşının vini baxa bilərsiniz. Sən olsa əlaqə saxlasan, əziz dostlar, gözəl qiymətdə bu maşını əldə edə bilərik. Buyurun əziz dostlar, zəhnənizi gözləyirik. 17-ci ilin əziz dostlar, belə bir gözəl Mercedes C300 kupesi çıxır görürsünüz ki, maşın 2 qapıdır. Sol hissəsində və ön hissəsində maşının zədəsi yoxdur. Belə bir qaçlı fara ilə gördüyünüz kimi. Sağda maşının zədəsiz, yarasa güzgülər qoyulubdur, karbon işləmə ilə gördüyünüz kimi. Arxası da maşının zədəsiz. Solda maşının zədəsiz. Böyük sunroofu var maşının, açarsız daxil olma, kör nöqtə sensoru var. Belə bir möhtəşəm qırmızı salon, əziz dostlar, çox gözəl salonu var maşının. Kimisəsə əlaqə saxlasın, Burmester səs sistemi, sideyin qızdırıcı, soyuducu, elektron olunma yaddaş paketi ilə vininə baxa bilərsiniz. Möhtəşəm bir maşın əziz dostlar, gözəl qiymətdə bu maşını əldə edə bilərik. 21 Hyundai Palisade, əziz ağalar, əziz dostlar, gözəl maşındır. 38 min yürüyüşü var, 35 min dirhəm start qiymətdən çıxır. Maşının sağında heç bir zədəsi yoxdur. Maşına bir dənə lazımdır qabaq bamper və əziz dostlar far lazım olacaq maşına. Gördüyünüz kimi bakavinində, lanjilonda ciddi bir zədəsi yoxdur. Sol hissəsində də maşının zədəsi yoxdur və arxası da maşının zədəsiz. Gördüyünüz kimi əziz dostlar, keçək maşının interyerinə. Rol dizayna qasılıbdır. Öz olaq izləmə var, elektron əl eləci var. Əziz dostlar, çox gözəl qiymətə bu maşını əldə edə bilərik. Kimisəsə əlaqə saxlasın. Buyurun, buna maşının vini. Zəynənizi gözləyirik. Dostlar, əziz ağalar, gördüyünüz kimi 2023-ün belə bir gözəl Lexus ES300-ü. Gördüyünüz kimi maşın ön hissədən heç bir zədəsi yoxdur. Sadəcə alt bur hissəsində elə belə işləri var. Maşın 2 motordur. 37 min maşının cəmi yürüyüşü var. Bu hissəsində də gördüyünüz kimi heç bir şey yoxdur. Maşının zədəsi sol hissəsindədir. Maşına lazımdır sol qapı, bir də krel. Təmir də oluna bilər əslində. Yox, krel dəyişilməlidir, qapı bir də dəyişilməlidir gördüyünüz kimi. Maşına gördüyünüz kimi 55 min dirhəm start qiymətli, 2023, 37 min yol gedib maşın. Maşın gördüyünüz kimi arxa qapısında da iş görülməlidir.
Gördüyünüz kimi maşının arxa hissəsi gördüyünüz kimi heç bir problemi yoxdur. Maşının sol hissəsi isə gördüyünüz kimi heç bir problemi yoxdur. Maşının açarsı daxil olma, kör nöqtənin sensoru. Belə bir salonu var. Maşının gördüyünüz kimi yəni Lexusun interyeri həqiqətən möhtəşəmdir. Gördüyünüz kimi maşının 2 dənə qabaq arxa oturacağın airbağı atıb, jaluzi airbağı atmayıb, yox. Belə bir interyeri var maşının gördüyünüz kimi, rol qızdırıcısı, oturacaqların isidilməsi, soyudulması, hər bir şey var. Maşının vini kimə lazım olarsa dostlar bizlə əlaqə saxlasın, bu gözəl maşını alaq, göndərək. Dostlar, 2025-in belə bir gözəl Nissan Altima'sı SV komplektasiya maşını gördüyünüz kimi ön hissədən heç bir zədəsi yoxdur. Maşının gördüyünüz kimi zədəsi yoxdur ön hissədən. Maşın çox idealdır. Maşın 8000 heç getməyib, 2.5 motordur. Hazır maşındır. Azərbaycan bazarı üçün əlverişlidir. Maşın gördüyünüz kimi arxa hissəsində zədəsi yoxdur, sağ hissəsində zədəsi yoxdur və maşının sol hissəsində də zədəsi yoxdur. Maşında qapıda açarsı daxil olma, kör nöqtənin sensoru, belə bir salonu, gördüyünüz kimi oturacaqların elektron idarə olunması, gördüyünüz kimi sunrufu, yəni lüku var, elektron monitoru, maşının vini. Kimə lazım olarsa dostlar bizlə əlaqə saxlasın, maşını çox gözəl qiymətdə oynayıb əldə edib sizlər üçün göndərə bilərik. Zəhlərinizi gözləyirik dostlar maşınlar üçün. Əziz dostlar, 2018-in belə bir gözəl BMW 330i Lordlet F30. Gördüyünüz kimi maşının ön hissəsində heç bir zədəsi yoxdur. Bir dənə buferində belə bir çartı falan var. Bunları düzəltmək lazımdır. Maşının sağ hissəsi, sol hissəsi gördüyünüz kimi zədəsiz. Maşın 20.000 dirhəm start qiymətdir. 2018 gördüyünüz kimi 158.000 yol gedib. Maşının arxa hissəsi gördüyünüz kimi zədəsiz. Bir yana burasında da yenə xırda para işi var. Maşının sol hissəsi də zədəsiz. Maşında qapıda açarsı daxil olma. Belə bir salon. Burada bir cərədə söküyü var. Gördüyünüz kimi əziz dostlar, belə bir salonu var. Sunrufu. Kimə maraqlı olarsa dostlar bizlə əlaqə saxlasın. Maşın çox gözəl qiymətdə oynayıb əldə edib sizin üçün göndərək. Əziz dostlar, 2022 belə bir Hyundai Palisadesi. Maşın gördüyünüz kimi ön hissəsində zədəsi yoxdur. Maşın 2022 35.000 dirhəm start qiymətdə, 36.000 maşın yol gedib. Gördüyünüz kimi. Maşının sağ hissəsi gördüyünüz kimi zədəsiz. Maşının arxa hissəsi gördüyünüz kimi zədəsiz. Maşının sol hissəsinə zədəsi. Maşına lazımdır 2 qapı. Krel də təmir də oluna bilər, sizə görə dəyişmək də olar. Maşının qapısı kilitli olduğuna görə göstərə bilmirəm. Maşına qapıda açarsı daxil olma, kör nöqtənin sensoru, oturacaqların isidicisi, palasa tanımağı, elektron bagaj, oturacağın jaluzi airbağı atıb, jaluzi airbağı atıb bir də maşında. Maşının vinin sizə göstərim dostlar. Kimə maraqlıdırsa bizlə əlaqə saxlasın, maşını çox gözəl qiymətə əldə edib oynayıb sizin üçün göndərək. Əziz dostlar, 2022-in belə bir gözəl Hyundai Palisade Kalligraf. Gördüyünüz kimi maşının ön hissəsində zədəsi, alt hissəsində gördüyünüz kimi biraz elə-belə yəni zədə demək ona, sadəcə xırdapara işləri var görülməlik. Gördüyünüz kimi maşın 40.000 dirhəm start qiymətidir. 75.000 yol gedib maşın gördüyünüz kimi. Maşının sol sağ hissəsi gördüyünüz kimi zədəsiz. Maşının arxa hissəsi gördüyünüz kimi belə xırda bir batığı var. Maşının zədəsi dostlar sol hissəsindədir. Maşına lazımdır qapı, qabaq qapı, boş qapı. Gördüyünüz kimi krel falan hamısı salamatdır. Bir dənə krelin burcunda iş görüləcək. Maşının qapısı açmaq olmur. Belə amma full salondur. 360 kamerası, kör nöqtənin sensoru, açarsı daxil olmaz, rolu isidicisi, soyuducusu, adaptiv kruz kontrol, rolun qızdırıcısı, sirenkaların isidicisi, soyuducusu. Belə yəni 7 yerdir. Maşının vinində sizin üçün göstərim dostlar. Kimə maraqlı olarsa girib baxa bilər. İzləmədə qalın dostlar. Yeni maşınlar hər dəqiqə paylaşılır.